Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ARTI, yəni Təhsil İnstitutunun texnologiya müəllimləri üçün sertifikasiya imtahanına uyğun sınaq suallarının izahına baxırıq. Başlayaq birinci sualdan. Məktəbin emalatxanasında şagird bəstahın üzərində deşmə yerləri nişanlamışdır. O, bu məqsədlə hansı aləti seçməlidir ki, həm nöqtə dəqiq qoyulsun, həm də deşik açmaq üçün ilkin yer yaransın. Biz 5-ci sinifdə keçmişdik ki, deşmə yerləri nə ilə nişanlanılırdı və nə vasitəsilə deşik açmaq mümkün olurdu? Biz vasitəsilə. Deməli, doğru cavabımız A variantıdır. 2. Tikiş maşını və ya burğu dəzgahında hərəkəti mühərrikdən icraedici orqana ötürmək üçün iki çarxın üzərinə keçirilmiş elastik elementdən istifadə olunur. Bu ötürücü mexanizm hansıdır? Deməli, tikiş maşını və ya burğu dəzgahında hansı ötürmədən istifadə olunurdu? Qayış ötürməsindən. Doğru cavabımız A variantıdır. Detalın çertyojunu təsvir edərkən dəliyin görünməyən konturunu göstərmək üçün istifadə edilən xətt ştrixli xətt idi. Doğru cavabımız C variantı. 4. Mətbəx üçün nəzərdə tutulmuş qab-qacaqların hazırlandığı materialları müəyyənləşdirin. Variantları bir-bir oxuyaq. Deməli, A variantı metal, keramika, şüşə və zərrəcik plastik kütlə. Bəli, elə A variantı doğru cavabımız olacaq. B. Şüşə, çinə, gümüş, polivinil xlorid. Xeyr, polivinil xlorid aid deyil. B variantı getdi. C. Metal, keramika, şüşə, təkrar olunmuş plastik çox təhlükəlidir, olmaz. D. Metal, çuqun, şüşə, yenə polivinil xlorid var, getdi. E variantı keramika, metal, polivinil xlorid, yenə polivinil xlorid var. Deməli, doğru cavabımız A variantıdır. 5. Şagird məktəb yoldaşları ilə ünsiyyət qurarkən heç vaxt özünü onlardan üstün tutmur. Deməli, heç vaxt özünü digərlərinə üstün tutmadı. Onun üçün sosial pillədə kimin aşağıda, kimin yuxarıda olmasının heç bir önəmi yoxdur. Bu situasiyada şagird davranış mədəniyyətinin hansı normasına əməl etmiş olur? Deməli, müəllimlər, davranış qaydalarında sosial pillədə kimin aşağıda və kimin yuxarıda olmasının şagird üçün heç bir önəmi yoxdursa, onda hansı norma inkişaf etmiş olacaq? Sadəlik. Doğru cavabımız D variantıdır. D. 6. Həcmli naxış tikmə əl sənətidir. Bu sənətin əsası harda qoyulmuşdur? Əzbərçi suallarımızdan biri əsası İngiltərədə qoyulub. Doğru cavabımız C variantıdır. Keçdik. 7-ci sual. Həcmli naxış tikmək üçün əsas olaraq sıx toxunuşa malik, deformasiyaya dözümlü parça götürmək lazımdır. Bu parçalar hansılardır? Deməli, mənimlər daha bir əzbərçi sualımız. Burada cavabımız trikotaj, kətan, plastik, kanva və cins. Doğru cavabımız B variantıdır. 8. Mədəniyyət müəssisələrinə verilənlərdən hansı aiddir? A variantına baxaq. Zavod, fabrik, sex aid deyil. B. Stadion, qaraj, ambar deyil. C. Kitabxana, muzey, teatr, bəli. D. Məktəb, xəstəxana, poçt deyil. E. Bank, market, aptek deyil. Doğru cavabımız C variantı. 9. Ətrafdakı insanlarla qarşılıq münasibətdə mədəni və nəcib davranışdır. Bu fikir hansı davranış mədəniyyət normasına aiddir? Deməli, mədəni və nəcib davranan insan hansı insan olur? Nəzakətli insan. 10. Nəqliyyatçı maşınlar hansılardır? Variantları oxuyaq. A. Nasoslar, yük qaldırıcı kranlar, transportyor, lift, ekskalator. Elə doğru cavabımız A variantı olacaq. B-yə baxaq. Elektrik enerjisi generatoru, daxili yanma mühərriki, reaktiv mühərrik aid olur energetik maşınlara. B deyil. C. Torno dəzgahı, burğu dəzgahı, ştamplama dəzgahı, laqun da aid idi texnoloji maşınlara. C deyil. D. Təyyarə, gəmilər, qatarlar, yük avtomobilləri aid idi nəqliyyat maşınlarına. D deyil. E. Toz soran, paltar yuyan, qab yuyan, ət çəkən və kondisioner də aid idi məişət maşınlarına. Doğru cavabımız A variantı. 11. Mühəndis çəkdiyi çertyojda detalın mərkəzindən keçən və onu iki bərabər hissəyə bölən oxu təsvir etmək üçün hansı xətt növündən istifadə etmişdir? Deməli, müəllimlər, biz bunu 5-ci sinifdə keçmişik. Kanalımda da 5-ci sinifin 2-ci mövzusunun izahı var. Oradan baxa bilərsiniz. Deməli, detalın mərkəzindən keçən 12 bərabər hissəyə bölən ox ştrixli nöqtəli xətt idi. Doğru cavabımız D variantı.
12. Şagird stolunun faner hissəsinin həm mexaniki zədədən, həm də rütubətdən təbəqələrə ayrılır. Bu halda ən düzgün və iqtisadi cəhətdən səmərəli qərar hansıdır? Deməli, müəllimlər, əgər rütubətdən və mexaniki zədədən təbəqələrə ayrılıbsa, onda onu yeni təmir dəsti ilə əvəz etməliyik. Baxaq, B variantında yazılıb. Oduncaq və söykənəcəklərdən ibarət yeni təmir dəsti ilə əvəz etmək. Doğru cavabımız B variantı. 13. Şəkildə verilmiş simvollardan hansı pambıq və kətan parçalardan hazırlanmış geyimlərə qulluq simvollarına aid edilir? Deməli, baxırıq birincidə. Birinci uyğundur pambıq və kətan parçalarına da, həm də ipəyə də, yuna da aiddir. İkinciyə baxırıq. İkinci, əgər üçbucaq içərisində X işarəsi verilmişdirsə, bu xlor tərkibli maddələri ağartmaq olmaz. Ona da aid idi yun və ipək parçalar. Üçüncü, əgər düzbucaqlı xətt və içərisində 3 xətt verilmişsə, bu nəm məlumat azalmış halda qurudulur. Yun və ipək parçalara aid idi. Deməli, 1-də getdi. Sonra ütü içərisində 2 xətt verilibsə, bu da ütünün altının 150 dərəcəyə qədər olduqda ütülənir. Bu da aid idi yun parçalara. 1 doğru cavabımız deyil, getdi. İkinciyə baxaq. Burada üçbucaq içərisində xətt yenə də bu aid idi ipək və yun parçalara. Digəri isə ütü içərisində bir xətt aid idi 110 parçalara. Bu da aiddir yun və ipək parçalara. 2 doğru cavabımız deyil. 3-ə baxaq. 95 dərəcə, bəli. Boyamağa davamlı bütün pamıq və kətan parçaları 95 dərəcəyə qədər olan temperaturda yumaq olar. 3 doğrudur. Baxın, üçbucaq verilib, amma içərisində X yoxdur. Demək ki, bunu xlor tərkibli maddələrlə ağartmaq olar. Bu da aid idi pambıq və kətan parçalara. Digəri isə düzbucaqlı, içərisində yumru, içərisində 2 xətt verilibsə, bu da aid idi paltaryan maşının barabanında qurutmaq olardı. Nələri? Pambıq və kətan parçaları. Uyğun gəlir. Digəri isə ütü, içərisində 3 xətt verilibsə, bu da aid idi 200 dərəcədən artıq olmayan temperaturda ütülənirdi. Hansı parçalar? Pambıq və kətan parçalar. Doğru cavabımız 3, yalnız 3. D cavabımızdır. 14. Aysel yun jaketi 40 dərəcədən yüksək olmayan temperaturda əllə yuyur. Yüngülcə sıxır. Çiyinlərindən asaraq açıq havada qurumasını gözləyir. Quruduqdan sonra jaketin uzandığını, formasının dəyişdiyini görür. Aysel hansı qurutma üsulunu seçməli idi? Deməli, Aysel yun jaketini 40 dərəcədən yüksək olmayan temperaturda əllə yuyulur. Bəli, bu doğru cavabımızdır. Bununla işimiz yoxdur. Yüngülcə sıxır, bəli. Çiyinlərindən asaraq açıq havada qurumasını gözləyir. Xeyr, müəllimlər, yun jaketi açıq havada asmaq olmaz. Burada olmalıydı tərs üzünə çevirib düz səth üzərində sərib qurutmaq. Doğru cavabımız D variantı. 15. Yığma vahidlərinin daxil olan standart detallara aiddir. Hansılar idi? Boltlar, vintlər, qaykalar. Doğru cavabımız B variantı. 16. Buterbrod dadlı və tez doyduran qida məhsuludur. Onun qida dəyəri nədən asılıdır? Buterbrodun qida dəyəri nədən asılıdır? Seçilən ərzaqların keyfiyyətindən. Doğru cavabımız B variantı. 17. İctimai iaşə sahələrində davranış və ünsiyyət mədəniyyətinə aid deyil. A. Kafenin, restoranın və yeməkxananın zalına birinci oğlan daxil olmalı, sonra qızdan xoşuna gəlib gəlmədiyini soruşmalıdır. Bəli, düppədüzdür bu. B. Yalnız vestibül və tualet otağında saç düzümünü geyimin səliqəyə salmaq. Bəli, yalnız tualetdə və ya vestibüldə saçımıza səliqəyə sala bilərik. Əgər qız oğlanla gəlibsə, o zaman oğlan qızın paltosunu çıxarmaqda və geyinməkdə kömək etməlidir. Bu da doğru cavabımızdır. D. Əgər boş masa yoxdursa, amma artıq tutulmuş masalar arxasında boş yer varsa, orada oturmaq məsləhətdir. Xeyr, nə işimiz var başqasının oturduğu masada? Doğru cavabımız D variantıdır. Daha doğrusu səhv variantımız. E. Nahar zamanı işgüzar suallar müzakirə etmək lazımdırsa, içərisində sənədlər olan qovluğu və ya portfelyanı özümüzlə götürə bilərik. Bəli, doğrudur. E variantı da düzgün cavab deyil. 18. Məmulatın texniki təsvirlə bağlı verilənlərdən hansı doğrudur? 1. Detalın bir tərəfdən görünüşüdür. Detalın bir tərəfdən görünüşü hansıydı? Eskiz. Amma bizə deyir ki, texniki təsvir.
1. Doğru cavabımız deyil. 2. Məlumatın 3 tərəfli təsviridir. Bəli, 2. 3. Nisbət nəzərə alınmaqla yerinə yetirilir. Bəli, həm texniki təsvirdə, həm də eskizdə var. 4. Ön, sol və üst görünüşlər təsvir olunmuşdur. Bu da çertyoja aiddir. Deməli, doğru cavabımız 2, 3, Y variantıdır. 19. Elektrik enerjisi kənd təsərrüfatının texnoloji proseslərdə istifadə olunur. Verilənlərdən hansı bura aid deyil? A. Heyvan və quş yetişdirilmiş fermaların qızdırılması. Xeyr, bu aiddir. A. Getdi. B. Otun və digər yem bitkilərinin qurudulduğu anbarlarda və kənd təsərrüfatı məhsullarının emalında temperatur rejiminin saxlanılması. B. Aid deyil. Aiddir. B. Aiddir. B. Aiddir. C. Heyvandarlıqda, bitkiçilikdə, qarajlarda suyun qızdırılması və buxarın alınması aiddir. D. Texnoloji məqsədlər üçün elektrik qaynağı, metalların qızdırılması və əridilməsi elektroliz. Xeyr, bu kənd təsərrüfatının texnoloji proseslərinə aid deyil. E. Tərəvəz bitkilərinin, şitillərinin yetişdirilməsi zamanı istixanaların qızdırılması aiddir. Doğru cavabımız D variantı. 20. Davranış mədəniyyəti və ünsiyyət mədəniyyəti anlayışları arasında əsas fərq nədir? Deməli, müəllimlər, davranış mədəniyyəti ümumi rəftar və hərəkəti göstərir. Ünsiyyət mədəniyyəti isə insanlarla düzgün münasibət qurmağı göstərir. Cavablarımıza baxaq. C variantında deyir ki, davranış mədəniyyəti ümumi rəftar və hərəkətləri, ünsiyyət mədəniyyəti isə insanlarla düzgün münasibət qurmağı əhatə edir. Doğru cavabımız C variantı. Belə müəllimlər, 20 sualın bugün izahını sizinlə paylaşdım. Digər günlərdə isə qalan 30 sualın izahını sizinlə paylaşacağım. Bugünlük bu qədər. Sağ olun, sağlıqla qalın.